Hamıya gözəl bir may ayından salamlar dostlar. Mən İsmail. 2026-cı ildə sizdən ikinci video ilə qarşınızdayam. Keçən ilki videolarda daha çox Amazon üzərinə videolar hazırlarkən artıq bu il daha çox Azərbaycanda kiçik sahibkarların, orta sahibkarların və yaxud böyük sahibkarların işlərini digital sektora daşıyarkən, həmçinin də ümumiyyətlə bizneslər içərisində olan ümumi nəzəri bilikləri və təcrübələri sizlə paylaşmaq istəyirəm. Bu bir il kontent paylaşmadığım müddət ərzində öz istehsalatımızı və öz şirkətimizi qurmağa fokuslandığımız bir dönəm oldu. Ona görə burada çox ciddi təcrübələr edindik və istəyirəm ki, artıq bunları sizlərlə YouTube-da müəyyən konseptlər üzərinə və hər kəsin başa düşə biləcəyi şəkildə ən sadə dildə sizlərə izah etmək istəyirəm. Ümid edirəm sizin üçün faydalı olmuş ola bilərik. Bu günlər danışacağımız mövzu bir müştərinin, daha doğrusu sizin üçün potensial müştəri ola biləcək insanların sizin müştəriniz olmadan əvvəl onların keçdiyi bir prosesi sizlərə paylaşmaq istəyirəm. Bu proses müştərinin fərqindəliyi mərhələləri olaraq qeyd alınır və bu prosesin məlumatlarını Eugen Schwartz'ın Sürətli Reklam kitabından olan rezümələrdən götürmüşəm. Və burada bir prospekt, yəni sizin üçün potensial müştəri ola biləcək şəxs sizdən məhsul almadan əvvəl onun psixolojik olaraq daha sizin məhsulunuzu, sektorunuzu tanımadan sizin məhsulunuzu alana qədər olan prosesin bir qıfıdır. Bunu süni intellektlə vizuallaşdırıb ən bəsit dildə sizə izah etməyə çalışacağam ki, nəyə görə məhsullarınız bugünkü gündə istədiyiniz kimi satmır. Və yaxud məhsulunuzla bağlı insanlar çox suallar verir, çox soruşur, amma istədiyiniz o dönüşümü ala bilmirsiniz. Bəlkə də yüzlərlə insan maraqlanır, amma çox az cüzi oranda insanlar sizdən alış-veriş eləyir. İndi isə gəlin bunun anatomiyasına, hissə dərinləməsinə baxaq görək burada problem nədir. Təbii ki, bu bir formuladır, bu bir nəzəriyyədir. Hər zaman hər formul, hər məhsul üçün işə yarayacaq deyə bir şey yoxdur. Bəzən bazarda heç olmayan bir məhsul belə insanlar tərəfindən çox böyük tələbat görə bilər. Halbuki siz düşünürsünüz ki, mənim məhsulum bilinən, var olan, tükətilən məhsulu nəyə görə sata bilmirəm. Amma biz bu funnel-la bir il əvvəl qurduğumuz şirkətdəki məhsullarla, hansı ki bu məhsulların böyük bir qismi kolleksiya olaraq analoqu olmayan çox fərqli məhsullar idi. Və bizim burada müştəriyə yaratdığımız algı ilə bazardakı ortalama qiymətinin 5-6 qatı, bəlkə də 10-15 qatı üstündə qiymətlərdə biz bu məhsulları Azərbaycanda satışını həyata keçirdik, həmçində Türkiyədə. İndi isə gəlin sizə bu prosesi addım-addım izah eləyək, nələrdən ibarətdir və bir müştəri sizin məhsulunuzu almadan öncə psixolojik olaraq hansı aşamalardan keçir, gəlin buna birlikdə baxaq. Gördüyünüz üzrə burada bir müştərinin fərqindəliyi mərhələlərini qeyd almışıq. Əslində çox bəsit bir prosesdir, amma mən sizə örnəklərlə sizə anlatmağa çalışacağam. Gəlin ilk başda unaware prosesindən başlayaq. Dostlar, ümumiyyətlə təbii ki, bu gün Azərbaycanda bizim satdığımız məhsullar və yaxud hal-hazırda sizin işlətdiyiniz biznesin hər halükarda insanların çoxu tərəfindən bilinən şeylərdir. Örnək verirəm. Biz burada örnək olaraq uşaq inkişafı üzərinə, yəni öyrədici məhsullar üzərinə mən paylaşacağam ki, daha anlaşılır ola bilsin. Mövzudan mövzuya atlamadan, örnəkləri çox qarışdırmadan ki, sizin üçün çox anlaşılır və bəsit formada olsun ki, siz düzgün şəkildə onu müqayisə edə biləsiniz. Nə demək istəyirəm burada? Birinci mərhələdə ümumiyyətlə problemdən xəbəri olmayan bir müştəri var burada. Bu müştərilər hər zaman var, hər zaman olacaq. Amma biz bugünkü gündə məhsullarımızı birbaşa olaraq alışa hazır müştərilərə satırıq. Yəni artıq bu insan bir problemin fərqindədir, satdığınız şeyin fərqindədir və artıq siz ona birbaşa reklamı çıxırsınız və satırsınız. Yəni bugün mümkün deyil ki, siz reklam açın və yaxud məhsulunuzu satışa çıxarın, mağaza açın, onu satmayasınız. Belə bir şey qeyri-mümkündür. Nə olur olsun satacaqsınız. Məsələ az-çox satmaq məsələsidir. Karlı, yəni yüksək mənfəətlə, orta mənfəətlə, ümumiyyətlə mənfəətlə satmaq məsələsidir və bunu davamlı şəkildə sata bilmək məsələsidir. Ona görə də burada əslində sadəcə satış deyil. Məsələ burada mənfəətli bir satış əldə etməkdən gedir. Ona görə gəlin burada unaware insanlardan danışaq. Ümumiyyətlə nədir bu problemdən xəbəri olmayan müştəri? Valideyn hələ problemin tam fərqində deyil. Uşağın inkişafı ilə bağlı ehtiyacı var, amma bu ehtiyac hələ də şüurlu şəkildə hiss edilmir. Yəni siz düşünün ki, uşaqların inkişafına yönəlik bir məhsul satırsınız, oyuncaq satırsınız və siz müştərilərinizi düşünürsünüz ki, hamı uşağına fikirləşir də, uşağına bir şeylər almaq istəyir, amma bəzən sizin düşündüyünüz kimi olmur bəzi şeylər, beyninizdə qurduğunuz kimi olmur. Yəni örnək verirəm, bu gün müştərinin beynində bəzi problemlər var, amma biz onlara təklif eləmədiyimiz müddətcə bu onlarda bir həll yoluna çözüm sayılmır. Ona görə heç vaxt tələb birinci yaranmır. Hər zaman birinci təklif yaranır, ondan sonra tələb formalaşmağa başlayır. Və biz əslində burada təklifi yaradan tərəfiyik, biz sahibkarlar olaraq. Bu problem bizim müştərilər tərəfindən zaten var olan bir problemdir. Amma bu insanlar sıravi insanlardır. Yəni gündəlik həyatında, işində, gücündə, məktəbinə qaçışdıran insanlardır. Və biz bugün sahibkar olaraq bu problemlərin fərqinə vardığımız zaman, təklifimizi burada verdiyimiz zaman artıq həqiqətən biz burada mənfəətli bir
biznes qurmuş oluruq. O həqiqi mənada bir ticarəti yaratmış oluruq. Əslində bizim sadəcə üzərimizdə düşən şey bəzən ucuz alıb bahaya satmaq deyil. Həqiqətən o satışda deyilən söz var, müştərinin problemini həll etmək, ehtiyacını qarşılamaq. Əslində bunun anatomiyasına enirik. Müştərinin vəziyyəti problemləri. Uşaq çox vaxtını ekranda keçirir, valideyn bunu hələ də ciddi problem kimi görmür. Oyunun öyrədici təsiri haqqında yetərli məlumatı yoxdur. Uşağın diqqət, yaddaş, ümumi bilik inkişafına necə dəstək vermək olar? Ümumiyyətlə valideyn var ki, ümumiyyətlə uşaq inkişafı ilə bağlı heç bir, bu problemdən xəbərdar deyil. Yəni bir qorxu hissi yoxdur onda ki, uşağın bütün gün telefonla oynayır və mən ona ümumiyyətlə yaxşı bir şey edirəm, pis bir şey edirəm deyə bir yanaşması yoxdur. Bu mərhələdə ilk başda burada çox ciddi bir kitlə var. İlk başda sizin eləyəcəyiniz şey dostlar bir təklif yaratmaqdır. Baxın, məsəl üçün maarifləndirici, diqqət çəkən kontent, uşaq oyunla öyrənə bilər mesajı vermək, ekransız faydalı məşğuliyyət ideyaları, problemi tanınan sadə və düşündürücü vizuallar. Ən əsası açıqcası mənim ən çox sevdiyim şey budur. Baxın dostlar, illər tam xatırlamam amma hamınız bilirsiniz ki, 60-larda, 50-lərdə, 70-lərdə Amerikada, hətta dünyanın hər yerində siqareti qapalı alanda çəkmək icazə var idi və insanlar bunu problemli bir şey kimi görmürdülər. Amma üstündən vaxt keçəndən sonra həqiqətən bunun problemli bir şey olduğunu və kanser riski olduğu ortaya çıxandan sonra artıq bu nə oldu? Qadağan olunmağa başladı. Bəzən bəzi şeyləri insanlar özləri özlərinə yaradırlar. Yəni problemi də, həmçinin həlli də. Ona görə burada da müştəriyə bəzən sən nə təklif edirsənsə, müştəri onu yeyir. Və bu prosesdəki, yəni bu mərhələdəki olan müştərilərə də, yəni onlara prospekt deyə, yəni potensial müştərilərə də, auditoriyaya, yəni əslində biz onlarda bir fərqindəlik yaratmalıyıq. Onlar nə edirlər? Onlarda bir qorxu yaratmalıyıq. Bu qorxu təbii ki, müəyyən bir əsasa dayanmalıdır. Həqiqətən satdığımız şeyin bir arxasında elmi və yaxud faktiki bir arxa plan olmalıdır ki, həqiqətən bugün telefon, ekran uşaqlara aşırı istifadədə çox zərərli bir şeydir. Burada siz ümumiyyətlə hazırladığınız kontentlərlə, bu tərz kontentlərlə, hansı ki, həqiqətən onların ekransız və faydalı məşğuliyyətlərindən və yaxud ekran çox istifadə edərkən onların gələcəkdə yaşayacağı problemləri vurğuladığınız zaman artıq siz həqiqətən burada müştərini bir fərqindəlik yaradırsınız. Artıq onlara bir növ təlim keçmiş olursunuz. İkinci aşama artıq problemin fərqində olan müştərilərdir və problemin fərqində olan müştəri artıq həlli yolunu tapa bilmir. Yəni bunu bilir, problem var. Bəs mən nə edə bilərəm kimi bir aşamaya gəlir çıxır. Burada müştəri uşağı tez sıxılır, ürək diqqəti tez yayınır. Burada da bu mərhələdə də olan insanlar var hal-hazırda. Yəni burada örnək verəm, biz bəzən deyirik ki, müştərini buradan bura gətirməyə çalışırıq. Amma bu gün biz bu mərhələdə olan insanlara da əslində birbaşa olaraq bir şeylər təklif edə bilmə nöqtəsindəyik. Və bunu sonrasında digital platformalarda, istər TikTok olsun, istər meta reklamlarında olsun, nə formada quracağınızı qısa formada anlatacağım. Müştəri artıq problemin həlli yolunu tapa bilmədiyi nöqtə, hansı ki, uşaqlarına görür ki, ekran qarşısında çox vaxt keçirməyi onlara yaxşı təsir eləmir, valideynin faydalı və öyrənici alternativlər axtarır, tapa bilmir, ənənəvi öyrənmə üsullarına uşaqlar maraqsız gəldiyini görür, amma həqiqətən buna bir həll yolu tapa bilmir. Bu nöqtədəki bizim örnək təklif və mesajlarımız nə formada olur? Problemi daha aydın göstərən kontent, məsələn, uşaqların inkişafının vacibliyini sadə dildə izah edən mesajlar, əzbərləmək yox, onunla öyrənmək yanaşmasını burada ifadə etmək, uşağın maraqla öyrənməsini vurğulayan həll təqdimatı. Burada artıq avtomatik olaraq siz burada nəyi göstərmiş olursunuz? Həll yolunu göstərmiş olursunuz. Tamam, bu problemin fərqindədirlər, amma bunu necə həll edə bilərlər? Siz artıq burada bunu təklif etməyə başlayırsınız. Baxın, diqqət edin, bura qədər biz insanlara hələ ki məhsul təqdim eləmirik. Təbii ki, məhsullarımızı müəyyən hissə və yaxud müəyyən qədər təqdim edirik. Amma burada məhsulun fiziki olaraq özünü deyil, məhsulun həll elədiyi problem olaraq. Örnək verəm, mən bu telefon tutacağını satıramsa, bugün mən telefondan həm danışarkən, həm şarja taxmaq istəyirəmsə, bu bir problem həll yolu mənə deyil, amma sonrasında bunu mənə təqdim edir məhsul olaraq ki, bax, sənin buna ehtiyacın var. Ona görə burada artıq həll yolu təklif olunandan sonraki mərhələdə artıq bizə burada təklif olunan şey nə olur? Həll yolu. Və həll yolunu tanıyan müştəri artıq onlara nə lazım olur? Yəni müştəri bu gün artıq həll yollarının mövcud olduğunu bilir, amma hansı daha uyğun olduğuna qərar verə bilmir. Yəni müştəri bu gün Montessori, taxta oyuncaq, puzzle, öyrədici oyunlar haqqında məlumatı var. Hansı məhsulun daha effektiv olduğu amma hələ aydın deyil. Hansı seçimin həm faydalı, həm maraqlı olacağı sual altındadır. Və məhsul kateqoriya arasında bir qərarsızlığı var. Yəni bilir ki, artıq burada öyrədici məsəl üçün oyuncaqlar var, amma hansı yaxşıdır, hansı pisdir, onların hansılarının daha yaxşı metodika ilə düzgün bir şey öyrədə bildiyini tam fərqində deyil. Burada artıq biz nəyi göstəririk? Məsəl üçün bu
Bu gün həll yolunun üstünlərini izah edən bir kontent göstərmək lazımdır. Taxta və öyrədici məhsulların fərqini göstərmək, uşağın inkişafına real təsirləri sadalamaq, müqayisəli və izahlı vizual təqdimat. Yəni məsəl üçün sağda da bir oyuncaq var, görürsüz burada. Fiqurları saldığı bir qutu var burada. Örnək verim, kvadrat bir kub var və bu kubu kvadrat formada olan bir bölgədən içəri salır. Bunu məsəl üçün saldığı bir məsəl uşağın o səhnəni düşünün gözünüzün önündə. Bunu uşaq içərisinə salır və uşaq xoşbəxt bir şəkildə anasına baxır, anası birlikdə alqışlayır. Artıq burada bir məhsul təqdimatı olur və o məhsulun konkret olaraq nəyi həll elədiyini də orada izah eləyəndə ki, uşağın erkən yaşdan uyğunlaşdırma, əl, göz bacarıqları və motorika qabiliyyətini artırdığı məsəl üçün nöqtələri vurğulananda artıq müştəri deyir ki, bax bu daha yaxşıdır və yaxud deyirsən ki, taxta oyuncaqlar tercih edin, plastik oyuncaqlardan uzaq durun. Bu nəyə görədir? BMP free olsun, ondan sonra taxta daha təbiidir, mikroplastikaları ağzına uşaq salmasın və s. və s. bu kimi nöqtələrdən vurğulayaraq artıq siz məhsulunuza və markanıza daha da həmin müştərini yaxın eləmiş olursunuz. Artıq müştəri məhsulunuzu da müəyyən dərəcədə tanıyandan sonra o müştəri artıq alış qərarı üçün bir sübut, bir güvən axtarır. Burada müştəri sizin məhsulunuzu tamam dedi, əla, super, mən bunu vizual olaraq gördüm, amma yəni bunu mən güvənmək istəyirəm. Burada isə çox faktor var güvənlə bağlı. Yəni mən ən bəsiti deyərdim sizə ki, bu gün sizin sosial medianızda nə qədər çox kontent varsa, nə qədər çox davamlı, aktiv şəkildə bunu istifadə edirsinizsə, oradakı videolar, paylaşımlar, UGC kontentlər bu arada user generated kontentlər gedir. Yəni siz məhsulları mini influencerlara verirsiniz, blogerlərə verirsiniz, onlar sizin məhsullarınızı, məhsul qarşılığında xırda bir məbləğ qarşılıq alırlar. Sizin videolarınızı çəkirlər, öz səhifələrində sizinlə ortaq şəkildə paylaşırlar. Siz də səhifənizdə bunları portfolio olaraq toparlayırsınız. Çünki insanlar görür ki, bunu fərqli insanlar da alır. Onlar da uşaqlarını istifadə edirlər, məmnundurlar, məhsulun keyfiyyətini daha amatör videolarda görürlər. Bəzən sizin kontentlər çox belə professional falan da ola bilər, amma insanlar bəzən sadə şeylərdən belə güvənirlər. Görür ki, mənim kimi adi müştəridir, o da alıbdı, aha necə qəşəng keyfiyyəti göstərir. Bəzən çox professionallıq da yəni ehtiyac yoxdur. O kontentlərdə təbii ki, özünə görə bir keyfiyyətə sahib olur. Müştəri artıq məhsul maraqlı görünür, tərəddüdü var, keyfiyyət və fayda barədə sualları var. Uşağın həqiqətən istifadə edib etməyəcəyi düşünülür. Qiymətə dəyib dəyməyəcəyi müqayisə edilir. Yəni alsam uşağım oynayarmı, qiymətə dəyərmi, bu qiymətə dəyərmi? Artıq burada da bizim etdiyimiz təkliflər nə olur bu müştərinin problemlərinə görə? Bunların real faydaları və istifadə məntiqini göstərmək, rəylər, nümunələr, sübutlar, az əvvəl dediyim kimi, material təhlükəsizliyi və istifadə rahatlığını vurğulamaq, məhsulun həm əyləncə, həm də inkişaf vasitəsi olduğunu göstərmək. Məsələn, mən burada necə bir mətn verərdim? Deyərdim ki, yaxşı ana olmaq bahalı deyil, ancaq ağıllı ana olmaq bahalıdır. Bu çox məsələ qəşəng bir mesajdır. Açıqcası bunu videonu burada kəsdim, bir dəqiqə, 2 dəqiqə düşündüm bunu. Amma əgər aranızda valideyn olanlar varsa, təkrardan dinləyə bilər. Düşünürəm ki, bu sizin üçün müəyyən dərəcədə təsir eləmişdir. Əsasən də və yaxud ata da ola bilər. Həqiqətən baxdığımız zaman burada insanların ciddi anlamda maraqlı, gözəl mesajlara ehtiyacı var. Bəzən çox xırda bir mətnlə, mesajla belə siz 10 minlərlə, 100 minlərlə satışlar həyata keçirə bilərsiniz. Mesaj çox güclüdür. İndi isə gəldiyi artıq burada most aware olan, artıq alışa hazır müştərilər. Dediyim kimi, adətən zaten ən çox bizim satış etdiyimiz kitlə bu kitlədir, hansı ki məhsulu tanıyan və alışa hazır müştərilərdir. Bugün artıq alışa hazır müştəri o deməkdir ki, artıq həqiqətən artıq məhsulu güvənibdir, məhsulu tanıyır, bilir ki, bu kitlə zaten yəni nə göstərsəz alır. Zaten sizin burada artıq etməli olduğunuz şey birbaşa satış reklamlarına çıxmaqdır və mesajınız konkret olmalıdır, net olmalıdır və bir call to action sahib olmalıdır. Yəni bir çağırış olmalıdır. Konkret olaraq bunu et. Yəni sifariş ver, qeydiyyatdan keç və yaxud mağazamıza yaxınlaş kimi artıq birbaşa satışa yönəlik nöqtələrdir. Həqiqətən də burada müştərinin bəzən sadəcə son qərar üçün bir motivasiya ehtiyacı olur ki, siz onlarla danışasınız və deyəsiniz ki, yəni buyurun, alın. Yəni və həqiqətən burada dönüşüm oranı çox ciddi səviyyədə yüksəkdir. Ancaq çox insan hər zaman bura fokuslanır. Bəzən digital sektorda çox zaman qarşınıza çıxır. Deyirlər ki, siz reklamlar açırsınızsa düzgün strategiyanız yoxdur. Düzgün strategiya, hər kəs bir ağızdan strategiya deyir. Əslində o strategiya dedikləri şey budur. Yəni bəziləri bunun fərqində olaraq peşəkar şəkildə edir, bəziləri olmayaraq. Amma mən istəyərəm ki, siz müştərinin fərqindəlik mərhələlərini özünüz öz beyninizdə təhlil edərək, özünüz düşünərək, öz həyatınızda aldığınız, sifariş etdiyiniz şeylərdəki mərhələlər olaraq düşünün. Yəni adicə əgər bu gün süni intellektdən hamımız istifadə edirik az çox və yaxud bir ara sosial media 2000
15-dən 16-dan sonra əsasən Azərbaycanda çox belə böyüməyə başladı. Yəni 10 ildə əslində Azərbaycanda sosial media Instagramın böyüməsi ilə və yaxud metaya satılmasından sonra deyirəm. Təbii ki, bu gün Azərbaycanda sosial media 2008-dən, 2007-dən, 2008-dən bu yana var, Facebook saysaq. Amma mənə görə 2015-16-da əsasən ticarətin artıq orada edilməyə başladığı dönəm olaraq sayıram, professional olaraq. Əgər o zamanlardan bəri sahibkarsınızsa, İlk zamanlarda sizin üçün Instagram açmaq və yaxud 2020-lərdə, 21-lərdə TikTok hesab açmaq sizin üçün çox maraqlı gəlməsə də artıq bir yerdən sonra bu özünü sizə problemləri bir növ fərqinə vardıraraq artıq sizi də bir müştərisinə çevirməyə bacarıbdır. Bu proses bütün bizneslərə, bütün insan psixologiyasının var olduqca bütün bizneslərdə keçərli olacaq bir formuladır. Yəni məntiq olaraq, insanın psixologiyası olaraq hər zaman insan bir şeyi almazdan əvvəl o bir proses tələb edir. Hətta New Balance markasının da belə bir hekayəsi var idi ki, bu son 10 ildə yəni yeni jenerasyon olan bir şeydir. İlk başda reklamlarının 70%-ni daha çox birbaşa satış məqsədli kampaniyalara xərclədilər. 30%-ni isə belə ümumi, maarifləndirici, daha hələ müştəri potensialı olmayan, daha doğrusu olan insanları belə isindirmək üçün olan kontentlərə xərcləyirdilər. Amma ondan sonra onların bir direktoru dəyişdi, marketinq direktoru və o tam tərsinə eləməyə başladı. 70-in olsa tam tərsinə eləməyə başladı. Yəni 70% awareness bilinirliyi eləməyə çalışdı, 30% birbaşa satış edirdi və bu ilk başlarda nəticə göstərmədi. Baxın, bu sizdə də birbaşa ilk başda nəticə göstərməyəcək. Bu bir zaman alır. Hətta New Balance 18 ay sonra, yəni 1 il sonra nəticələrini göstərməyə başladı və 18-ci ayında bütün tarixin ən böyük rekordunu qırmışdı bilinirlik reklamlarını istifadə edərək. Bugün Coca-Cola belə, yəni reklamlarında heç birində yəni gəlin məhsulumuzu alın demir. Bir hissiyat satır, bir ailə ortamı satır, bir əyləncə satır, yayda başqa bir şey, Novruz bayramında, Ramazanda, yeni ildə, hər dönəmə aid sadəcə Coca-Cola-nın elədiyi şey orada bir hissiyat satmaqdır. Siz də əslində hissiyat dediyim şey bu mesajların içərisində gizlənən o sirli sözlərdir. Bugün bu prosesi siz reklamlarda ən yaxşı şəkildə istifadə edə biləcəyiniz metod meta reklamların içərisindəki bilinirlik reklamlarıdır. Əsasən də ilk burada 3 aşamanı, hansı ki buradakı problemdən xəbəri olmayan, problemin fərqində olan və həll yolunu axtaran müştərilərə siz bir funnel qurub bilinirlik reklamı ilə on minlərlə insana çox ucuz maliyyətlərdə görünə bilərsiniz. Bugün awareness reklamları Azərbaycanda çox az istifadə olunan reklamlardır. İstifadə edənlər var, sadəcə əslində bunun uzun vadədə çox ciddi satış gətirən reklam olduğunun çox insan fərqində deyil. Düzgün mesajlarla və düzgün strategiya ilə istifadə edildiyi zaman. Ona görə bu axında keçəniz, əmin olun ki, markanız ən azından 1 ay, 2 ay olmasa da uzun müddətdə, yəni ən az 6 aylıq, 1 illik bir periodda, ki mənə görə əslində 2-3 ay sonra belə effekt göstərməyə başlayacaq bir şeydir. Amma mən 6 ay, 1 illik bir periodda İnsanların ən azından ağlında bu olmağa başlayacaq artıq. İnsanlar o qədər çox görəcək ki, sizin markanızı. Artıq bir yerlərdə qarşısına çıxdığı zaman siz daha tərcih edilə bilir bir məhsul olacaqsınız. Sizin məhsullarınız o zaman artıq onların problemlərinə həll yolu olmuş olacaq. Ümid edirəm sizin üçün maraqlı bir video oldu. Bu formada ümumiyyətlə bütün kiçik, orta, böyük sahibkarlar üçün digital sektorda addım atarkən ilişdiyi bütün nöqtələri YouTube-da zaman-zaman hissə sizlərlə paylaşmaqdan qalmayacağam. Hər hansısa bir suallarınız olduğu zaman aşağıdan mənim həm şəxsi mailimə də yaza bilərsiniz, həmçinin kommentlərdə də yaza bilərsiniz. Abunə olmağı və like atmağı unutmayın. Xoş günlər diləyirəm.